Meditativ dua, daxili sakitlik və Allahla əlaqə. Bu meditativ dua ruhun dərinliklərində səssizliyi tapmaq, daxili sakitliyi hiss etmək və Allahla mənəvi bağlantını gücləndirmək üçün hazırlanmışdır. Sakit bir mühitdə ilahi enerjiyə yönələrək öz iç dünyana səfər et. Öncəliklə sakit bir məkan seç. Qoy heç bir şey sənə mane olmasın. İstəsən uzan, istəsən arxana yaslanaraq otur. Gözlərini yum. İndi özünə hüzurla dolu bir an bəxş et və nəfəsinə diqqət yetir. Yavaşca burnundan nəfəs al və yavaşca burax. Bu an sənin üçündür. Bu an Rəbbinlə sakit bir bağlantı yaratmaq üçündür. Bu an həyatın içində dayanıb, daxili sükunətə qovuşmaq üçündür. Burnundan bir daha dərin nəfəs al. Sanki bu nəfəs Allahın sənə verdiyi həyatdır. Və verdikcə sanki içindəki bütün qorxunu, narahatlığı Rəbbinə təslim edirsən. Bir daha dərindən nəfəs al və ver. İndi isə səssizcə ürəyində bu sözləri təkrarla. Mən sakitəm. Allah mənimlədir. İndi qəlbindən səssizcə sakitliyin və əminamanlığın adını zikr et. Ya səlam, ya səlam, ya səlam. Sonra de. Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Təsəvvür et ki, bu an qəlbin yumşalır. Allahın zikri ilə içində bir nur parlayır. Sonra de. Həqiqətən çətinliklə birlikdə asanlıq vardır. Bu ayə sənə xatırladır ki, hər bir sıxıntının ardında bir yol, bir aydınlıq var. Sonra de. Qorxma, çünki Allah bizimlədir. Özünü tək hiss etdiyin anlarda belə Allah sənin yanında olduğunu vəd edir. İndi isə qəlbindən gələn bu duanı səssizcə və ya istəsən ucadan oxu. Allahım, bu an içimdəki qorxuları, həyəcanı, ağrını və yorğunluğu sənə təslim edirəm. Qəlbimə səbr, ağlıma hüzur, ruhuma dinclik ver. Mənə içimdəki gücü xatırlat. Amin. İndi yavaşca nəfəsinə qayıt. Ətraf səsləri eşitməyə başla. Bədənini hiss et və gözlərini açmağa hazırlaş. Unutma, hər zaman Allah səninlədir.
sükunət və güc içindədir. Sadəcə xatırla. Ya səlam.